Eyni işarəli ədədi bir-birinə vurduqda yaxud böldükdə yaxud müsbət ədəd alınır. Müsbət ədəd alınır. Məsəl üçün, -10-u bölürəm -5-ə. Görürsünüz uşaqlar, ikisi də eyni işarəlidir. İkisinin də işarəsi mənfidir. Onu 5-ə bölürəm 2. Eyni işarəli olduğuna görə cavabım müsbət 2-dir. -2 vurulsun -25. -2, -25-ə vurduqda müsbət alınmalıdır. İkisinin də işarəsi mənfidir çünki. 2 ilə 25-ə Aynen. vuranda deməli cavabımız müsbət 50-dir. Müsbət ədədlərin onsuz vurulmasını bilirsiniz. Müsbət 4 vurulsun, müsbət 5. İkisinin də işarəsi müsbətdir. Hasil də müsbət alınmalıdır. 40 bölünsün 8. İkisi də müsbətdir. Deməli, qismətin də müsbət alınmalıdır. Bu şəkildə. Amma müxtəlif işarəli ədədləri bir-birinə vurduqda yaxud böldükdə. Mənfi ədəd alınır uşaqlar. Mənfi ədəd alınır. Məsələn, 56-nı bölürük -8-ə. Görürsünüz, biri müsbət ədəddir, biri mənfi ədəddir. Deməli, mənfi ədəd alınacaq. 56 ilə 8-ə böləndə 7. Deməli, 56-nı -8-ə böləndə -7 alınır. -12 vurulsun, müsbət 3. -12-yi müsbət 3-ə vuranda 12 3-ə vururam 36. Biri mənfi, biri müsbət olduğuna görə hasilimiz mənfi alınmalıdır. Çünki işarələr müxtəlifdir. Aydın oldu mu? Bəli. Bəli, müəllim. Bu da bu qədər. Bəli, müəllim.